Azər Silah Müdafiə Sənayesi Holdingi Qapalı Səhmdar Cəmiyyətinin strukturuna daxil olan Sənaye Cihaz Elmi İstehsalat Müəssisəsinin Şirvan şəhərində yerləşən zavodunun sexlərinin birində fevralın 18-də istehsalat qəzası baş verib. Bu barədə Müdafiə Sənayesi Nazirliyindən məlumat verilib. Bildirilib ki, qəza nəticəsində xəsarət alan olmayıb, hadisənin baş vermə səbəbləri araşdırılır. Paytaxtda avtoxuliqanlıq edən sürücü həbs olunub. Bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi məlumat yayıb. Bildirilib ki, nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanını gizlədərək, yol hərəkəti qaydalarını kobud şəkildə pozub, avtoxuliqanlıq edən digər hərəkət iştirakçılarının həyat və sağlamlığına real təhlükə yaradan və bir müddət əvvəl də avtoxuliqanlıq etdiyi üçün inzibati məsuliyyətə cəlb olunan 99L 768 nömrə nişanlı motosikletin sürücüsü Səid Zeynalov saxlanılıb. Sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən protokol tərtib edilərək baxılması üçün aidiyyatı məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə sürücü Səid Zeynalovun nəqliyyat vasitəsini idarə etmə hüququ 2 il müddətinə məhdudlaşdırılıb. O, 30 sutka inzibati qaydada həbs edilib.